Məni müsəlmançılıqdan iyrəndirdilər. O dərəcədəyim ki, xristiyanlığı qəbul edir. İnanırsan, iyrənmişəm. Bax, buradayam. Nifrət etdim. Öz millətimin öz iç üzünü gördüm. Əsas səhifələrimi də vurublar. Qəpiksizəm. Şiəlikdən, müsəlmançılıqdan danışanlar vururlar səhifələrimi. Bu da onların şiəlikləri. Bu da müsəlmançılıq. Müsəlmançılıqdan imtina edib xristiyanlığa keçirəm. Buradan bir daha müraciət edirəm. Bütün sosial şəbəkəmin başını buraxmağa hazıram. Mən rədd edirəm bu sosial şəbəkələri. Dinimi, irqimi, normal həyat tərzi yaşamağı qəbul edirəm. Mənə kömək edin. Ay bacı, eləsinlər də qayıt. Hansı ki, mən vaxtikən edilən iş təkliflərini rədd eləmişim sizlərə görə. Yox, məni sosialda sevən insanlar var. Mən onlara görə sosial şəbəkədə qalmalıyam. Budur mənim. Çox sağ olun. Mən bu sosial şəbəkələrdə bəzilərinin iç yüzünü gördüm. Bezmişəm. Mənə normal iş təklif edin, WhatsApp-ma yazın. Dəyərləndirək və mən yayınlarımı rədd edeyim, bütün səhifələrimi bağlayım. Normal həyatıma qayıdım. Məni xilas edin bu şəbəkələrdən.